ID ilə güvənli bir şəkildə elmas vurdurmaq istəyənləriniz üçün ekrana qoyduğum şəkil vasitəsilə nömrə və yaxud Instagram hesabı ilə əlaqəyə keçə bilərsiniz. Herkese salam, ben Shadow. Bugün sizlerle bir yerde mükemmel bir video ile karşınızdayım. Bugünkü videomuzda uşaqlar hassasiyet videosudur. Like atıp abone olmağı unutmayın. Belə videoların davam gəlməsi üçün bildirimlər zilində açsanız mən video atdıqda xəbərdar ola bilərsiniz. İlk növbədə keçirik, burada şans otomatında M24 var. Uşaqlar bugün onu almağa çalışacağıq, bilmirəm, bir dənə onunu basacağım. İnşallah çıxar. Çıxsa da çıxacaq, çıxmasa da nə bilim görək də. Bastıq onumuzu. Buna abone olanlara bastıq təbii ki də. En az bir dənə basacağım. Görək nəsə verilmir. Allah şey verdi. Bunun adı neydi? Dinamik kili verdi. Oy da baxda bax. Öz də videoda çıxartdım. Şansıma bax. Pikdir. Bir dənə buradan girim ona baxım. Hardadır bu? Burada değil. Bir dəqiqə arkadaşlıq yerindədir. Buradan bax bir dənə oldu. Qəşəng. Şimdi bunu bir dəfə çıxartmışdım, bir dəfə də çıxartdım. Nəysə, şu anlar elə şanslı, bu şansdan gedirik. Yalnız kurt oynamağa. İnşallah qabağımıza tarayan rəqib düşməz. İnşallah qabağımıza bot düşməz. Normal oyuncusu olsun, təkgürlü oyuncusu olsun. Təkgürlərimizi oynayaq. Udum və ya uduzum. Yatırım onu paylaşayım. Videomuzu editləyək və paylaşaq. Mars YT. Qabağa da YouTuber düşdü deyəsən. Bilməm, belə çoxdur YT qoyan adının arxasına. Çoxu da YouTuberdir. Hətta YT adında klan tağları da var. O qədər mənim lap köhnə klanda YT deyə tağ var idi. Adını çəkməyim də. Amma qəşəng klan idi. Oynayanlar zadı super oyuncular var idi içində. Klan, yəni qəşəng oyuncular var idi. Dedim ki, like atıp abone olmağı unutmayın. Belə videonun davam gəlməsi üçün bildirimlər zilində açsanız mən video alabuzun içindən keçirik. Mən video atdıqda xəbərdar ola bilərsiniz. Burada qaldı, inşallah vurmaz. Qəşəng əyilib qalxır, vurmadı. Bayıcı səni tıkladı. Oldun sən girdin gözümə. Gedək buradan bir dənə çəkəlah, nəfs yerdə qaldım. Görək rəqib aşağı düşmək fikri yoxdur. Pazın derifli konteynerin üstündə. Görək aşağı düşsəydi bir dənə oyunumuzu oynayırdıq normalde. Nə oğay? Çox pis yerdədir deyə iyim də tutulur ora. Bir dənə qabaq gəlsə, bu arada hassasi nəyə daha yaxşıdır onu deyim. Alaya çox pis oldu orada. Silah dəyişdirməsiz getdim deyə vuranmadım. Qəşəng. En azından bəlkə tarih falan öldürər. Gəl bilmək istəmirəm rəqibə görək. Əsasən tarama silahı, yəni hassasi pikdir. Tarama silahı götürün, gedin UMP olsun, MP40 olsun, nə bilim Thompson olsun, P90 olsun. Yəni hassasi özüdür. Yox da taradım bu arada. Kit basır, kitin bassın, vurmağa dəyməz. Çünki öncə bayaqdan o mən gözlürdü. Kaskım yoxdur, yeləyimdə yarısı, yəni yaxın gedib. Gəldi taradı, öldürdü. Problem yox, taradı deməyim, yəni Zaruba kimi oynadı da. Gəldi bir dənə yelək vurdu, öldürdü. Problem yoxdur. Onsuz o candan, 18 candan mən neyniyəsiydim. Hələ yaxşı dirəşdim rəqibə. Görək bu tur neyniyə bilirik. Əsasən dediyim kimi taramaya daha süperdir. Amma təkcirlər də gedir də. Pompalı falan daha yaxşı gedir getməyin. Amma belirli bir məsafə var. O məsafəyi tutuzduranda normallı gedə bilir. Deagle olsun. Deagle'ın özü nə çox uzaq, nə də çox yaxın olmalı deyil. Aha, bir dənə FPS dedif vururam arada. Bir dənə kitimizdə basım, ona raşlayacağım onu sürətlə. Rəqib, oy, iyimi gördünüz. Çatda rəqibə bir dənə 30 durdum ağzının üstünə. Oldu 1-1, qəşəng oldu. Bilmirəm, rəqib Rusdur deyəsən. Başa düşdüyüm qədərilə Rusdur. UMP seçdi, qaqa yetmə eləmə. UMP seçmək böyük bir səhv idi. Neysə, uşaqlar, dediyim kimi abunə olmağı unutmayın. Kanalın açıqlanma qismində də TikTok səhifəmizin linki var. Oraya da keçirilib abunə nədir, takip edə bilərsiniz. Instagramımı bilmirəm, yadımda deyil. Bəlkə də Instagramımı da qoymuşam. Orada takip ata bilərsiniz. Əsasən TikTokda aktiv olan, bu arada özüm çox danışamadım orada. Söhbətim yarım qalmasın. Rəqibə gördünüz nə kafa vurdum buradan çıxanda. Yəni eğimlə zor tutuzdurdum. Neysə. Dediyim kimi, orada da əsasən TikTokda aktiv olam. Instagram elə keyfimə düşəndən bütün bildirimləri zadda bağlamışam. Bir dənə yerdə vurdum. Rəqib. Buradan vuranmıram. Mənimki yaxındadır. Şeyi də tutuzduranmıram. Ateş bir ala nə ağardır. İncə başımızdan vuracaq. O bombayı naxaq tulladı. Bir dənə bura buz. Buna bax, indi ayağımızdan vururmuş. Bax, aralanmır. Bir dənə də kitim, sürət bastı. Onu sıyğışdıranmayacaqdım orada. Heç ara qaçanmazdım. Nə qarmaq istəyir? Bu həm bomba atır, indi leşimizi tarıyır rəqib. Bayaq gözümə girmişdin. İndi nəysə. İndi götürər yaltırıq sənin nəyinə deyirlər? Sənin işinə baxarıq.
Sənin nəyinə baxarıq deyir, türklərdə var, icabına mı baxarıq deyir. Sənin nəsə də ondan gedirik eləməyə. Görək rəqib inşallah taramaz. Ən azından altılımız nəsə da qoy normal təkürlərimiz oynayaq. Mən heç nə atmıram, nə var, indi bomba atır. O ilk qəşə bir dənə kafa vurdum. Vuramadım o birini. Bir dənə də yelək vurdum. Alan ağar bu. Zap tarıyır. Aha bir dənə Bəxtiş Abbasova hoppandı vurdum. Yoxsa öldürəcəkdir rəqib məni. Və onun leşi harda tarıyım. Yunan'a görmək faydası sadatır. Elə bilirlər bütün oyunlar beləcə olacaq. Belə olmayacaq. 4-4-də qalsaq sən onda görərsən hələ mənim oynayışımı. 4-4-də qalsaq gör necə tarayacağam mən sənə zap. Bayaq da Fedi abicinin şeyinə girmişdim. Neydi la? İndi yazacaqlar bunu. Canlısında falan çox nə danışıram. Çünki yorğunam. Bu dəqiqə dəhşət yorğunam. Plusdakı yuxum gəlir. Gecə falan da yatıbram o qədər. Nabayında mışım gəldi tarihi zar. Problem yox. Dediyim kimi Fedi abicinin canlısında nə oynayırdıq? Yadımda deyil. Hə, ödüllü oynayırdıq. Qazanana nə verirdilər? Çox yaddaşım gelir. Yaddaşım itib əgər. Qazanana irtipas verirdilər. Yox, hayır. İrtipas nə idi? Həftəlik verirdilər. Qazanana həftəlik verirdilər. O da super idi. Belə mırta girmişdim sözümdə. Onu bilirdim ki, udanmayacağam. Nə bilim, girdim yanımdakı rəqiblər. Oba, söhbət işləyirsiniz yanımdakı rəqiblər. Yanımdakı takım yoldaşım falan da. Yəni hər iki oyun girdim. İkisində də rəqiblər gülmədi də oyun üzümə. İkisində də yanımdakı, yəni takım yoldaşım gedir ölürdü. Mən elə bil dostumu qaldırmağa oynayım. Yəni o boşda kompüter oyunçuları var, nə bilim iPhone oyunçuları var. Mənim takım yoldaşım gedir mənə bölgəyə düşürdü. 0 hasarla çıxırdı. Adam dəli olurdu da. Get nə bilim, get arxa düşdə. Mən niyə rush oynamıram bə? Sən rush oynamağa qalsa mən də rush yaratım göstərərəm orada. Yeri gəlsə 2 dənə, 3 dənə kill mən də ala bilərəm orada. Adım mən də göstərmək istəsəm göstərəm, amma ehtiyac yox da. Onu niyə göstərim ki? Ondan sonra gedim axıra qaldım, həftəliyi qazanım, pusum bir şeylər eləyim. Ondan sonra adımı orada görsünlər də. Qrupa çağırıb həftəlik verəndə görsünlər adımızı. Yəni buradan bağla. Hara yenə bağlayanmadım. Bağlayanmadım, hər neysə, problem yox. Girdi uşaqlar ikinci oyun. Bizə niyə ikinci oyun girdim? Qısa oldu video, o qədər uzun olmadı. Bu oyuna başlayanda niyə tərsinə başlayır? Qəribədir, xəritəyə heç xoşlanmıram. Xəritə nə təkürlüyə əl vermir, nə də pusumağa əl vermir. Bunun bir dənəsini ən azından normal eləyin də. Buralara sansür qoyacağam, çünki eləmədim, bir dəqiqə. Bunun tipini dəyişim. Ortadakı o muşkullama yerinə nə deyirlər bilmirəm. Onun formasını dəyişdim. Bayaq kəsik idi, indi dairə formasındadır. Görə indi necə kafa gedəcək. Əgər daha yaxşı kafa getsə, belə bu formada işlədərsiniz. İndi tam yoxlamamışam onu. Mən həmişə kəsikdə oynayıram. Belə xoşuma gəlmir. Vuramıram ya. Yaxında oynayır rəqib, yaxına da deagle oynamaq olmur. Dipim aşağıdır, bu arada aşağı dipi. Nə bax, indi bu oynayır da ha. Gedib arxadan fırlandı, indi vurdu. Ayda belə təkürlü oynamırlar. Təkürlü ya yan-yana oynanırlar. Mən də həm o gedəndə elə bildim çit basmağa getdi. Ona görə getmədim arxasından. Heç olmaz rəqib. İndi mən də uzaqdan vuraram. İndi mən də sən oynadığın tipdə oyun oynayaram. Dəqiqimi dəyişim. Bayaqçı kimi daha yaxşı idi. Belə daha yaxşıdır. Görürsünüz kəsik-kəsikdir. Bir dənə 71. Valla buzu hara atıram? Buzu divarlara atıram. Rəqibə atamıram. İndi bir dənə sürət. Çıxmır. Rəqib eləcə buz dibi oynayır. O da xoşlamıram da. Xəritə də zibil boşda yerdir. Nə oynayım mən burada? Vuramadım. Orada vura bilərdim mən rəqib. Allah ilişirəm. Çox ilişirəm. İlişməsəm vuracam. Qəşək Sonyasını tutduq. Uşaqlar, like atıb abunə olmağı unutmayın, belə videoların davam gəlməsi üçün bildirimlərinizi də açsanız mən video atdıqda xəbərdar ola bilərsiniz. Bilmirəm, bəlkə yaxında canlılar olar. Bugün birinci gündür. Oba, sabah da çərşənbədir. Üçüncü çərşənbəniz o neydi la bir dəqiqə? Od, yel, su, torpaq, yəni su olmalıdır. Yox hala. Necə olurdu? Bilmirəm, adımda deyil dəqiq. Hansı çərşənbə olmalıdır indi? Su olmalı deyilmi? Sudursa bilmirəm də, oşum çərşənbəniz, sabahki çərşənbənizi indidən təbrik edirəm. Belə gözəl çərşənbələr və bayramlara deyək. Yaxında Novruz bayramıdır. Bayramda da hədiyyələrimiz olacaq təbii ki də. Ona görə takipdə qalın.
Rəqibə buna bax, orada da pusur. Mən raşlayıram rəqibə, rəqib nə bilim UMP-də falan raşlamır. Buna bax, burada da gözləyir. Səsi də o qədər yaxşı kasanmıram. Çünki özüm oyuna verəmirəm, danışam da. Yaxsa indi bu vardı, buna bax, burada cavabını. Ay, güllüyü tutdu, qəşəng. Orada onu vuranmasaydım, böyük bir ehtimal tatları köyü boylamışdım. Rəqib çox böyük səhv elədi. O çıxınma ikicə güllə kafa tutuzdura bilərdi. Orada çox super vura bilərdi məni. Çıxdı, güllə atmadı, mən də kaskını tutdum. Orada çünki ilişmişdim, elə bildim bu tərəfə keçdi var konteynerin dibində. Sən demə yeri yox imiş. Orada taramada qaldım, tələsidim. Bayaq vurduğum üçün vuranmadım burada. Biraz yelek vururam özüm. Özüm yəni kafa geçsə daha yaxşı təbii ki, amma yelek vururam da ən azından. Uzaqdan biraz ona bax sürətlə gəldi. Kas. Aha bir dənə qəşəng vurum. Görürsüz də. Hatta sürətiniz olsa, avayimiz qəşəng olsa, normal kafa ata bilərsiniz. Əsas da tarama silahı mən şəxsən istifadə edirəm bu. Özüm yəni lazım olsa qəşəng də hassasiyyət. Bir də görürsən hassasiyyət, yəni görürsən də göstərirlər hassasiyyətləri, girirsən. Adi, yəni deyək telefonun qıza düşmür. Deyək mən paylaşdım sizə. Oo, çox super vurdum orada. Yəni ən azından eğimim yaxşı oturdu. Rəqib yəni orada yenə rəqibin öz necə deyim, öz səhvinə düşdü, getdi. Yaxında uşaqlar. İstəyirəm qorxu videoları çəkim kanala, əyləncə videoları çəkim. 2K-da falan bəlkə üzümü göstərdim. Maraqlılar videolar, yəni sırf istəmirəm oyun kanalı eləyəm bu kanalı. Ola bilər ki, ya bu kanalı oyun kanalı eləyib yeni bir kanal açıb orada əyləncə kimi davam eləyə bilərəm. Ya da bunun həm əyləncə, həm də oyun videoları paylaşa bilərəm. Bunu yorumlarda yazın, görək nə tip eləsəm daha çox sevərsiniz. Orada ilişmişdim az-az. Ola yerə vurdum, rəqib də üstdən aşağı kask qurur. İnan bezdirirlər adamı, özüm vurmuram. Orada arxası mənə çevirikdi. Onu soxbanıb bir dənə kafa vura bilərdim, amma vurmadım. Rəqib görürsünüz, üstdən aşağı oynayanda onu eğimi düz başıma tutur da. Alt tərəfdən yük üstəyə eğim tutmur. Buna bax, bu nağar burada. İncim eləyir rəqib orada. Rəqibin indi dayan. Şimdi gəldik rəqibə. Oy, rəqibi şamuşum elədi konkret. Rəqib konkret kaskını tapamayacaq rəqib bu gedişinə. Super vurdu. Özüm həqiqətən yuxuluyam deyə də bilirsiniz də, indi məni izləyənlər bilər. Mən normalda videolarda belə danışmıram. İndi biraz yuxuluyam deyə yaxşı danışamıram. Oyunda ilişirəm. Həqiqətən yuxum gəldi. Bu videonu çəkim editdim, paylaşım. O da bilsə yaxşı olar, ən azından 4 berik də. İndi qaytarmaq, ən azından 4-4-də falan tarih öldürəcəm də. Gördüm comeback atır. Tarih öldürəcəm. Oradan gəldi, bir dənə uzaqdan vurdum. Çıx görüm rəqib. Ana bax, taxtanın arxasında da ay bilə, taxtanın arxasında FPS eləmədi. Kaskımı uçurtdu. Başlamır. Allah super. Yenə öz səhv elədi. Həqiqətən sən niyə raşlamırsan ki mənə? Yəni kaskım yox deyil, o boyda kafa atıbsan, raşlamırsan. Mən də buradan gedərəm, biraz mırtdaşaram səndən, sən də baxarsan. Az qaldı orada bu arada. Aha, bir dənə qəşə 64, bir dənə yelek, danışamıram. Onu ağar, çağır getdi. Qaç, buna bax, indi arxamdan gəlir vurur, dayan sən. Bir dənə açıq ver. Açıq ver, gəlmir buradan. Şu anda 42'də canımız qalıb, bir dənə qaçaq. İndi bura bomba atdı. 39 canımız qaldı. İndi görə hələ qaçırıq. Ha, indi buradadır. Valla vuramadım. Yenə vuramadım. Aha, bir dənə qəşəng qırmızılıq falan qəşəng vurdum. Rəqib 100% raşlamayacaq daha. Kodunu aldıq rəqibin. İndi gələcək bu tərəfdən. Aha, buradadır. Oy, super vurdum ha. Hoppandım, kənara çəkildim, bir dənə 30-durdum rəqibin kaskını. Hoppananda daha qəşəng gedirmiş. Sonra o qədər yoxlanmırdım. Əslində mən normalda hoppanı vururdum, amma nəsə bir oyunda elə eləmirəm, amma daha yaxşıymış. Həqiqi hoppananda eyin başına gedir. Həm də siz daha çətin vurub. Bir dənə bunu bağlayayım. Uşaqlar, like atıp abunə olmağı unutmayın. Keçək yavaş-yavaş əsasiyyət qismimizə. Deməli uşaqlar, bugünkü videomuzdan bu qədər idi. Like atıp abunə olmağı unutmayın. Belə videoların davam gəlməsi üçün bildirimlər zilində açsanız mən videoda xəbərdar ola bilərsiniz. Özünüzə yaxşı baxın. Sağ olun. Salamat qalın.